Azərbaycanın 2024-2026-cı illər üzrə sədrliyi çərçivəsində Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri üzrə müşavirənin Gənclər Şurasının 9-cu iclası keçirilir. Ölkəmizin ev sahibliyi etdiyi sayca 3-cü tədbir şəhərlərin dayanıqlı inkişafında gənclərin iştirakı mövzusuna həsr olunub. İclasda AQM üzv olan 17 ölkədən 120 nümayəndə iştirak edir. Müxtəlif məsələlərin müzakirə edildiyi tədbirdə tövsiyələr sənədinin qəbul olunması gözlənilir. Azərbaycanın Gənclər və İdman naziri Fərid Qayıbov bildirib ki, ölkəmiz gənclərin beynəlxalq əməkdaşlığının təşviqinə daim önəm verir. President of the country, His Excellency Mr. İlham Əliyev. Azərbaycanda gənclər bütün proseslərin mərkəzində dayanır. Bunun əsas səbəbi ölkə prezidenti İlham Əliyevin gənclərə göstərdiyi güclü dəstəkdir. Bu dəstəyin nəticəsində Azərbaycanda media, innovasiya və digər istiqamətlər üzrə çoxsaylı tədbirlər təşkil olunur. Prezidentin təşəbbüs və dəstəyi ilə böyük beynəlxalq tədbirlərə ev sahibliyi edirik. Bundan başqa gənclər sahəsində çoxlu regional və beynəlxalq tədbirlər keçirilir. Azərbaycanda qlobal tədbirlər keçirilərkən də gənclər fəal iştirak edirlər. Gənclər təşkilatları da həmin tədbirlərdə çox fəal təmsil olunurlar. Hazırda Azərbaycanda 250-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Burada Bangladeş, Misir, İran, Afqanistan, Yordaniya, İsrail kimi Çin Xalq Respublikası belə fərqli həm kontinentlərdən, həm fərqli siyasətlər, eyni zamanda gənclər siyasəti sahəsində fərqli siyasətlər yürüdən ölkələrin, dövlətlərin nümayəndələri toplaşıb.